Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Hörmətli abituriyentlər. Artıq 7-ci sınağa çatmışıq. DİM-in qəbul modelinə uyğun paylaşdığı 20 sınavdan 7-ci sınağı bugün düzgün cavablarını sizlərlə bölüşəcəyik və izahlarını təbii ki. Vaxt itirmədən başlayaq sualların izahına. İlk sualda qeyd olunur ki, dünyanın siyasi xəritəsinin formalaşmasında yeni dövr üçün səciyyəvi cəhd. Baxın, biz bilirdik, dünyanın siyasi xəritəsi 4 inkişaf mərhələsinə uyğun gəlir. Qədim dövr, orta əsrlər dövrü, yeni dövr və ən yeni dövr. Ən yeni dövr özü də 4 mərhələyə ayrılır da, onunla işimiz yox. Bizə indi lazımdır yeni dövr üçün səciyyəvi olan cəhət. Baxırıq A. İnkişaf etmiş ölkələr arasında dünyanın yenidən bölüşdürülməsi. Bu aid olacaq elə ən yeni dövrə. Avropa sivilizasiyası dövlətlərinin müstəmləkələrə sahib olması. Baxın, bu olacaq dünyanın siyasi xəritəsinin formalaşmasında yeni dövr üçün səciyyəvi olan cəhət. Böyük İpək yolunun əhəmiyyətinin artması. Baxın, bu qədim dövrdür. Asiya ölkələrinin imperiya sisteminin yaranması bu orta əsrlər dövrüdür. Soyuq müharibə siyasətinin həyata keçirilməsi bu da deməli ən yeni dövrə aid olan xüsusiyyətdir. Onun üçün birinci sualda götürməliyik B variantını. Dünyanın siyasi xəritəsinin formalaşması. İkinci sual bu cürdür. Dünyanın siyasi xəritəsinin formalaşmasında kəmiyyət dəyişikliklərinə aiddir. Baxın, dünyanın siyasi xəritəsinin formalaşmasında biz kəmiyyət və keyfiyyət dəyişikliklərinə aid etməliyik. Keyfiyyət dəyişiklikləri odur ki, məsəl üçün, idarə etmə formaları dəyişir, təşkilatlara üzv olur, müstəqillik əldə edir və s. Kəmiyyət dəyişikliyi isə odur ki, ərazisi çoxalır müxtəlif yollarla. Məsələn, baxın, gəlin müəyyən edək bunları. Deməli, müharibələr nəticəsində ərazilərin zəbt olunması, bəli, bu kəmiyyət dəyişiklikləridir. Yeni kəşf olunan ərazilərin ölkələrə birləşdirilməsi, bəli, bu da kəmiyyətdir, bir keyfiyyətdir dedik. Müstəmləkələrin müstəqillik əldə etməsi, keyfiyyətdir. Dövlətlərin təşkilatlara əməkdaşlığı, keyfiyyətdir. Ölkələrin parçalanması və birləşməsi. Baxın, ölkənin sahəsi əgər çoxalır və yaxud azalırsa, bu kəmiyyətdir birbaşa olaraq. Təşkilatlarla, idarə etmə formaları ilə bağlı olanlar isə keyfiyyətdir. Deməli, düzgün cavablar olacaq 2, 3 və 6. Yəni, A variantı olacaq düzgün cavab variantı. Üçüncü sualda qeyd olunur ki, 90-cı illərdə müstəqillik əldə edən türk dövlətləri. Biz bilirik ki, bunlar Mərkəzi Asiyada yerləşən Qazaxıstan, Türkmənistan, Qırğızistan və Özbəkistandır. Tacikistan türk dövləti deyil və Azərbaycan. Baxın, Qazaxıstan, Tacikistanı çıxarıb, Azərbaycan, Türkiyəni çıxarıb, təbii ki, Macaristanı çıxarıb və Qırğızistan. Yəni, 1, 3 və 6 düzgün cavab alacaq C. Keçirik 4-cü suala. Xəritə sxemdəki rəqəmlərə əsasən ən qədim, eramızdan əvvəl 4-cü minilliyə aid olan sivilizasiya. Baxın, 4-cü minillik deyirsə, biz götürməliyik, deməli, 4-cü ərazini, yəni bu ərazi Mesopotamiya, Kiçik Arası, Yaxın Şərq, 4-cü minilliyə aid olan sivilizasiya bu olacaq. Baxın, digərləri, məsəl üçün, bu Ant hövzəsidir, Qərbi Afrikada, bunlar 1-ci minilliyə aiddir. Şərqi Asiyada olan ərazilər, deməli, 3-cü minilliyə aiddir. Ən qədim, yəni 4-cü minilliyə aid olan sivilizasiya isə olacaq Mesopotamiya ərazisi. 5-də qeyd olunur ki, qədim sivilizasiyası, qərb sivilizasiyası Avropada yaransa da onun Şimali Amerika və Avstraliyada da geniş yayılmasına təsir göstərmişdir. Qərb sivilizasiyasında, yəni Avropa dövlətlərində bu zaman dənizçiliyin inkişafı ilə əlaqədar olaraq deməli, Avstraliyada da, Şimali Amerikada da bu sivilizasiya yayılmışdır missioner şəkildə. Onun üçün burada götürməliyik dənizçiliyin inkişafı. Düzgün cavab E olacaq. 6-cı sualda qeyd olunur ki, Sayan Altay dağlarının şimal-qərb bölgəsi Mərkəzi Asiya, Qafqaz, Kiçik Asiya. Artıq bizə məlumdur məsələ. Yəni, bu olacaq türk sivilizasiyasının ərazilər. Diqqətlə baxsaq, türk xalqlarının yaşadığı ərazilərdən bəhs edir. B-də deyir, bütövlükdə subtropik iqlim qurşağında yerləşməz mülayimdədir Sayan Altay. Dünya okeanına birbaşa çıxışları var, yoxdur Mərkəzi Asiyanın. İnkişaf etmiş ölkələrin yerləşdiyi ərazilərdə xeyli inkişaf etməkdə olan əhali sıxlığı yüksəkdir. Əksinə, Qazaxıstanda və yaxud da ki, digər türk dövlət qurumlarında sıxlıq azdır.
Aha, düzgün cavab alacaq 6-cı sualda A variantı. 7-də qeyd olunur ki, türk xalqlarının dini inancları ilə bağlı uyğunluğu müəyyən edin. İslam, xristian, yudaizm. Baxın, İslam olacaq tatarlar və qazaxlar, yəni B və D. Xristian olacaq qaqavuzlar və çuvaşlar, A və E. Yudaizmdə olacaq karaimlər. Aydındır, baxın, 1 B və D, 2 A və E, 3 C. Düzgün cavab alacaq D. 8-ci sualda qeyd olunur ki, türk xalqları ilə uyğunluğu müəyyən edin. Müstəqil dövlətlərə malikdir. Aha, baxın, müstəqil dövlət hansı olacaq? Qırğızistan, qırğızlar, C. Dövlət qurumuna malikdir. Baxın, tatarlar, Tataristan və Tıvallar, Tıva Respublikası. B və D. Yerli xalqlar isə, baxın, Noqaylar və Qumurlar. Bunların dövlət qurumu yoxdur. Bu da olacaq A və E. 1C, 2B və D, 3 A və Y. Düzgün cavab alacaq 8-də A variantı. Keçək 9-cu suala. Azərbaycanı Avropa ilə birləşdirən TANAP layihəsi üzrə çəkilən qaz xəttinin ardıcıl keçdiyi ölkələr. Baxın, TANAP birinci keçər Gürcüstandan, düzdürmü? Gürcüstandan keçər Türkiyəyə, Türkiyədən Yunanistana, Yunanistan Albaniyaya, oradan da İtaliyaya. Siyasi xəritəni gözümüzün qarşısına gətirsək, çox rahat şəkildə tapa bilərik. Yəni 4-1 2-5-3. Yəni E variantı olacaq düzgün cavab. 10-cu sualda qeyd olunur ki, Aral dənizi və ya Mediteranum tarixi coğrafi regionuna aid olan ərazilər. Baxın, Cənubi Avropa, Cənub-Şərqi Avropa, Şimali Afrika və Cənub-Qərbi Asiya ilə baxın, A variantı uyğundur. Aral dənizi ətrafına. B-də deyir, Şərqi Avropa olmaz, Orta Avropa olmaz, daha sonra Şərqi Avropa, Şərqi Afrika olmaz, Şərqi Avropa, Qərbi Asiya olmaz. Düzgün cavab olacaq A. C7 böyük yeddiliyə daxil olan ölkələr. Böyük yeddiliyə biz bilirik ki, aiddir ABŞ, Kanada, Yaponiya, Avropada isə Almaniya, Böyük Britaniya, İtaliya və Fransa. Avstraliya ittifaqı olmaz. Almaniya, Rusiya olmaz. Rusiya bilirik ki, 97-də böyük yeddiliyə qatıldı. Bu böyük 8-lik oldu. Daha sonra 2014-də Krım məsələsinə görə Rusiya təşkilatdan uzaqlaşdırıldı. Çin olmaz. Yaponiya və Kanada. 2, 5 və 6 böyük yeddiliyin C7-nin üzvü olan dövlətlərdir. 12-ci sualda qeyd olunur ki, dünyada çoxmərkəzli iqtisadi modelin yaranması hansı illərə təsadüf edir və hansı ölkənin iqtisadi inkişafının nəticəsidir? Çoxmərkəzli iqtisadi model 2-ci Dünya müharibəsindən sonra Yaponiyanın deməli inkişafı ilə bağlı oldu, yəni 1950-ci ildə. Bundan sonra çoxmərkəzli iqtisadi model yarandı. Düzgün cavab E variantı. 13-cü sualda qeyd olunur ki, C20-yə daxil olub C7-yə daxil olmayan ölkələr. Baxırıq, baxın, Yaponiyadır, Kanadadır, İtaliyadır. Bunlar C7-nin də üzvüdür, C20-nin də. Amma baxın, Çindir, Türkiyədir, Avstraliyadır. Bunlar C7-yə üzv deyirlər. Ancaq C20-yə üzvdürlər. Yəni 1, 3 və 4. C variantı olacaq, düzgün cavab variantı. 14-cü sualda qeyd olunur ki, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Qonur torpaqlar və qara torpaqların xüsusiyyətlərini seçməliyik. Ot örtüyü altında formalaşmışdır. Baxın, bu olacaq qara torpaqlara uyğun. Mülayim iqlim qurşağında bunların hər ikisinə biz rast gələ bilərik. Enliyarpaqlı meşələr altında formalaşacaq qonur torpaqlar əlbəttə. Yayıldığı ərazilərdə südlük istiqamətli heyvandarlıq inkişaf edəcək qonur torpaqlarda, qara torpaqlarda əsasən taxılçılıq inkişaf edir. Sürüntülərlə zəngin olacaq yenə hər ikisi məhsuldar torpaqlardır. Yayıldığı ərazilərdə taxılçılıq inkişaf edəcək, baxın, bayaq qeyd etdiyim kimi qara torpaqlardır. 1, 3, 4, 2, 1, 6, 3, 2, 5. Düzgün cavab alacaq 14-cü sualda D. 15-ci sualda qeyd olunur ki, uyğunluğu müəyyən edin. Ölkə, onun idarə etmə forması və inzibati ərazi bölgüsü. İtaliya, bəli, respublikadır. İtaliya, bəli, unitardır. 1 olacaq düz. Braziliya, respublikadır, federativdir. 2 də olacaq düz. Norveç, respublika deyil, monarxiyadır. Sən. Və unitardır. Belçika, monarxiya, federativ, bəli. Yadca gəlirsə, biz 4 ölkə fərqləndirmişdir ki, bunlar federativ monarxiyalar idi. Belçika, Malaziya, deməli, Birləşmiş Ərəb Əmirlikləri və İspaniya. İspaniyanın son zamanlarda unitar ölkə kimi verdiyi üçün bunu bu sıradan çıxırdıq.
Mərakeş monarxiya federativ xeyr, Mərakeş monarxiya unitardır. Meksika Respublika unitar xeyr, Meksika Respublika federativdir. Yəni 1, 2 və 4 düzgün cavab olacaq E variantı. Keçirik 16-cı suala. Müvafiq olaraq Avropa, Amerika və Asiyada yerləşən federativ ölkələr. Baxırıq. Avstriya, ABŞ, Qatar olmaz. Almaniya, Kanada, Qazaxıstan olmaz. Qazaxıstan federativdir, unitardır. Rusiya, Braziliya, Pakistan. Aha. Rusiya Avropada, Amerika Braziliyada, Pakistan Asiyada federativ ölkələrdir. Bəli. İsveç olmaz. Deməli, Bosniya-Hercegovina olmaz. C variantı 16-da olacaq. Düzgün cavab variantı. 17-də qeyd olunub ki, xəritə sxemdə rəqəmlərlə verilən ölkələr üçün ümumi əlamətlər. Baxın, deməli, 1 olacaq Qazaxıstan, 2 olacaq Əfqanistan, 3 olacaq Çad, 4 olacaq Boliviya. Artıq bu ölkələr haqqında anlayış oldu. Hansı anlayış? Bir bu ölkələrin dünya okeanına çıxışları yoxdur. 2 bu ölkələr inkişaf etməkdə olan ölkələrdir. Gəlin baxaq variantlara. Federativ respublikalardır, xeyr. OPEC təşkilatının üzvüdürlər, xeyr. Təsərrüfatın birinci və ikinci sektorlarının aha, kənd təsərrüfatı sənaye, bəli, üstündür. 3 düzdür. İnkişaf etməkdə olan ölkələrdir, bəli, bayaq da qeyd etdik, düzgündür. Materik daxili ölkələrdir, bəli, heç birinin okeana çıxışı yoxdur. Bütövlükdə fəal seismik qurşaqda yerləşmirlər. Düzgün cavab olacaq 3, 4 və 5, yəni A variantı. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri dövlətləri üçün ümumi əlamətlər. Monarxiyadır mı? Bəli, monarxiyadır. Biri teokratik, biri mütləq. Federativ, bəli, federativdir, Səudiyyə Ərəbistan deyil, çıxarır. Arid iqlim hər ikisində olacaq, səhra, yarım səhralar. Hər ikisi OPEC-in üzvü olacaq, inkişaf etməkdə olan ölkələrdir, inkişaf etmiş ölkələr deyil. Qırmızı dənizin sahilində Birləşmiş Ərəb Əmirlikləri yerləşmiş. 1, 3 və 4 düzgün cavab olacaq A variantı. Keçirik 19-cu suala. Ölkələrin neftlə təminatını müqayisə edin. A ölkəsi, B ölkəsi, C ölkəsi. Deməli, dəyərli dostlar, gəlin bu şəkildə buna baxaq. A, B və C. Biz necə taparıq bu neftlə təminatını? Neft ehtiyatlarını bölərik illik neft hasilatına. Baxın, 2,5 milyardı bölərik 25 milyona. Mən bunu bölmüşəm, siz özünüz də bölə bilərsiniz. Bu edəcək 100. B-də 1,8 milyardı 15 milyona bölsə edəcək 120. C-də də 3,6 milyardı 40 milyona bölsək, bu da edəcək 90. İndi bunları da müqayisə etsək, B olacaq ən böyük, A olacaq B-dən kiçik, C-dən böyük. Baxın, yəni C variantı düzgün. Deməli, biz burada nə edirik? Neftlə təminatını tapmaq üçün neft ehtiyatlarını bölürük illik neft hasilatına. 20-ci sualda qeyd olunur ki, deməli, xəritə sxemi əsasən filiz və yanar faydalı qazıntıların daha geniş yayıldığı ərazilərin müvafiq olaraq müəyyən edin. Aha, baxın, filiz faydalı qazıntılar əsasən olacaq maqmatik süxurların üstünlüyü təşkil etdiyi ərazilərdə. Baxın, məsəl üçün, Avstraliyada, daha sonra Braziliyada və Dekan, deməli, yaylasında. Bu ərazilərdə Braziliya yaylası, Dekan yaylası, Qərbi Avstraliya yaylası bu yaylalarda uyğun gələcək filiz faydalı qazıntılar, çünki maqmatik süxurlar üstünlük təşkil edir. Digər ərazilər isə, baxın, Qərbi Sibir ovalığıdır, Şimali Afrikadır, Əlcəzair Liviya ərazisi və ABŞ-ın, deməli, Meksika körfəzi sahilləridir. Bu ərazilərdə isə üzvü mənşəlli faydalı qazıntılar, yəni yanar faydalı qazıntılar daha geniş yayılacaq. Yəni 2, 3, 6 olacaq, deməli 2-yə, 1, 4, 5 isə olacaq 1, yəni filiz faydalı qazıntılar. Düzgün cavab olacaq B variantı. 21-ci sualda qeyd olunur ki, xəritə sxemi və cədvələ əsasən doğru bəndləri müəyyən edin. Baxaq, 2 və 3. Buxarlanmanın miqdarı böyükdür. Aha, burada bir şey diqqət etməliyik. Bu ərazilərdə buxarlanmanın yox, buxarlanmanın miqdarı böyük olacaq. Çünki burada yağıntı az düşür. Necə buxarlanmanın miqdarı böyük ola bilər? Onun üçün bu yanlışdır. Birləri çıxaraq. Baxın, A, B, C-ni çıxırıq. 2, 1 və 4 mezozoy yaşlı sıxırlar. Bəli, baxın 4-də də, 1-də də yüksək dağlıqdır, Yura təbaşir yayılacaq.
3-də deyir ki, 4, 5 rütubətlənmə əmsalı vahiddən böyükdür. Bəli, həm Talış dağları, həm Böyük Qafqazda rütubətlənmə əmsalı vahiddən böyük olacaq. Yağıntılar çox düşəcək bu ərazilərdə. Deməli, 2-ni də götürməliyik, 3-ü də götürməliyik. 4-də qeyd olunur ki, 3-6 Naxçıvan və deməli, Xəzər sahili ərazilər. Bu ərazilərdə deyir, intrazonal landşaft xeyr olmaz. 2.6-da üzvü mənşəli faydalı qazıntılar, yayılacaq, bəli, neft yayılacaq bu ərazilərdə. 1.5-də filiz mənşəli faydalı qazıntılar, 5-də Talış dağlarında ümumiyyətlə bu olmaz. Düzgün cavab olacaq 2, 3 və 5, yəni E variantı. 22-ci sualda qeyd olunur ki, eyni miqdarda enerji əldə etmək üçün verilən yanacaq növlərinin hansının kütləsi müvafiq olaraq daha az və daha çox olacaqdır. Diqqət etməliyik burada. Deyir, eyni miqdarda enerji əldə etməliyik. Bizə yanacaq növləri verilib. Hansının kütləsi daha az olar? Bu neft olacaq təbii ki. Çünki neftin istiliyi vermə qabiliyyəti ən çoxdur. Və biz əgər bundan enerji əldə etmək istəyirsə eyni miqdarda, bunun miqdarı daha çox olacaq. Enerji verməsi ən az olan yanar şistdir. Deməli, daha çox olacaq yanar şist. Məsələn, nümunə çəkək də. Bizdən tutaq ki, məsələn, 100 saat enerji əldə etmək üçün bizdən istəyirlər neft və yanarçız. Biz bu zaman, məsələn, 5 ton neft istifadə etməliyiksə, yanarçız istifadə etməliyik 200 ton. Aydındır? Yəni, bizə verilən miqdarda enerji əldə etmək üçün yanarçızın istiliyi verməsi az olduğu üçün bunu daha çox götürməliyik. Neftin istiliyi verməsi çox olduğu üçün isə bunu az götürə bilərik. 4 və 3. Düzgün gələcək A variantına. 23-cü sualda qeyd olunur ki, ölkənin ümumdaxili məhsulunun dəyəri 360 milyard ABŞ dolları, ümummilli məhsulun dəyəri 300 milyard ABŞ dollarıdır. Ölkə şirkətlərinin xaricdə yaratdığı dəyər ümummilli məhsulun 15%-ni təşkil edir. Xarici şirkətlərin bu ölkədə yaratdığı dəyəri hesablayın. Milyard ABŞ dolları ilə. Aha. Deməli, baxın, burada biz belə bir kiçik cədvəl çəkək. Buna əsasən bizə aydın olacaq hər bir şey. Üdemi. Bunun baxın, ümumdaxili məhsulun daxildə olan və xaricdə olan deməli, yəni ölkə daxilində olan şirkətlərin, yəni daxili şirkətlərin və ölkə daxilində olan xarici şirkətlərin payı. Ümumdaxili məhsulun ümumi miqdarı olacaq 360 milyard. Bir də ümummilli məhsul üçün bundan çəkək. Baxın, ümummilli məhsul. Ümummilli məhsulda olacaq 300 milyard. Biraz səliqəsiz düşür yazı. Ümid edirəm ki, başa düşərsiniz. Ümummilli məhsulda, baxın, ölkə daxilində olan yerli şirkətlər və ölkə xaricində olan yerli şirkətlər. İndi bizə burada deyir ki, ölkə şirkətlərinin, yəni ümummilli məhsulun xaricdə yaratdığı dəyər ümummilli məhsulun 15%-ni təşkil edir. Deməli, biz burada 300 milyardın 15%-ni taparıq, xarici şirkətlərin yerinə qoyarıq. 300 milyardın da 15%-ni tapdığımız zaman edəcək 45. Deməli, ümummilli məhsulun xarici şirkətləri 45 olsa, daxilini tapmaq üçün nə edərik? 300-dən 45-i çıxarıq, bu da edəcək 255. 255. Aha. Və burada biz tapdıq nəyi? Ümumdaxili məhsulun, deməli, baxın, daxildə olan 255-ini. Çünki bunlar daxildədir hər ikisi. Və ümumdaxili məhsulun 360 milyarddırsa, daxildə 255-dirsə, xarici şirkətlərin ölkədə yaratdığı dəyəri necə hesablayarıq? 360-dan da 255-i çıxarıq. Bu da edəcək 105 milyard dollar. Aydındır, çox rahat məsələ tiplərindən biridir. Baxmayaraq ki, uzunluğu çoxdur. Biz burada təkcə faizi tapmaqla, deməli, ümummilli məhsulun, daxili məhsuldan müəyyən miqdarları çıxmaqla düzgün cavabı tapa bilərik. Əsas odur ki, bu, deməli, ayırmalar, yəni ümumdaxili məhsulun daxili və xarici, ümummilli məhsulun daxili və xaricilərini düzgün hesablayaq tapaq, buradan düzgün cavabı çıxarda bilərik. Deməli, 23-cü sualda oldu, düzgün cavab 105 milyard ABŞ dolları. Keçirik indi isə 24-cü suala. Xəritə sxemaya əsasən doğru olmayan fikirləri müəyyən edin. Baxaq. 1A. Məhsuldar qara torpaqlar yayılmışdır. Aya baxaq, Qazaxıstan, bəli.
Bu düzdür. Bizdən doğru olmayanı istədiyi üçün çıxar. 2. B. Boksit ehtiyatları çoxdur. Yaponiyada xeyir olmaz. Bu yanlış olduğu üçün bunu götürərik. Çünki bizdən doğru olmayanları istəyir. 3C. Transsərhəd 3C Misir. Transsərhəd su ehtiyatlarından asılılıq çoxdur. Bəli, çoxdur. Bu düzgündür. Doğru olmayanı istədiyi üçün bunu daha götürməliyik. 4D. D-yə baxırıq Finlandiya. Su və meşə ehtiyatları ilə zəngindir. Bəli, düzgündür. Onun üçün bunu da götürməliyik. 5Y. İslandiya. Aqroiqlim ehtiyatları zəngindir. Əksinə aqroiqlim ehtiyatları az olacaq. Aqroiqlim ehtiyatları ekvatorial ərazilərdə daha zəngin olur. 6F, yəni Braziliya daş kömür ixrac edir. Xeyr, Braziliya daş kömür ixrac etmir. 2, 5, 6 olacaq düzgün cavab, yəni uyğun olmayanlar. Əgər bizdən doğru olanları istəsəydi, deməli, biz o zaman, bir saniyə, səliqəsiz düşdü. Aha. Deməli, burada uyğun olacaq 2, 5 və 6. Aha. Əgər bizdən doğru olanları istəsəydi, biz 1, 3 və 4-ü götürərdik. Keçək 25-ci suala. Mineral resursların tükənməsi insanların hansı tədbirlər görməyə istiqamətləndirir? Deməli, baxırıq. Tullantıların təkrar emalına təbii ki. Süni materialların istehsalına 100%. Emal müəssisələrinin sayını azaltmaq xeyr, bu yol əsas, belə deyək, görəcəyimiz tədbirlərdən deyil. Xammaldan kompleks istifadəyə təbii ki, xammal ixrac və ixalını dayandırmağa xeyr, belə bir şey ola bilməz. Deməli, baxın 1, 2 və 4 aid olacaq nəyə? Mineral resursların tükənməsinə hansı tədbirləri görməliyik? Baxın, biz məhz bu tədbirləri görməliyik ki, mineral resurslar daha gec tükənsin. 26. Xəritə sxemdə qeyd edilmiş ölkələrin təbii şəraiti və ehtiyatları üçün ümumi əlamətlər. Baxarıq, Türkiyə və Qazaxıstan. Əsasən subtropik iqlim qurşağında Türkiyə yerləşəcək, Qazaxıstan yox. Ümumi əlamətlər dediyi üçün götürməliyik. Əlvan metal filiz ehtiyatlarına malikdirlər. Bəli, hər ikisində bu mövcuddur. Daxili özəyə aid saylar var, əlbəttə, hər ikisində var. Üzvü mənşəlli faydalı qazıntılarla zəif təmin olunub. Qazaxıstan olacaq. Qazaxıstan deməli, əksinə zəif təmin olunmayacaq. Türkiyə isə bəli, zəif təmin olunacaq. Onun üçün 4-ü də götürməliyik. Relyefində cavan dağlar və yaylalar üstünlüyü təşkil edir. Bu Türkiyədə belədir, Qazaxıstanda yox. Onun üçün bunu da götürməliyik. Deməli, düzgün cavab oldu 26-da 2 və 3-cü cavab variantları. Keçirik indi 27-ci suala. Uyğunluğu müəyyən edin. Neft ixrac edən ölkələr və yeni sənaye ölkələri. Malazya, Bəhreyn, Oman, Haiti, Türkiyə. Baxın, Bəhreyn və Oman, bunlar necə ölkələrdir? Neft ixrac edən ölkələr. Yeni sənaye ölkələrdə təbii ki, Malazyadır və Türkiyədir. Haiti bunların heç birinə aid deyil, Haiti kasıb ölkələrdən biridir. İndi isə keçirik situasiya tipli tapşırıqlara. Qeyd olunur ki, Qərbi Avropada deməli, antropogen mənşəlli düzənliklər ilə məşhur olan ölkə, həmçinin yanar faydalı qazıntı ilə zəngindir. Həmsərhəd olduğu dövlətlərlə idarə etmə formasına görə oxşar və fərqli xüsusiyyətlərə malikdir. Baxın, Qərbi Avropada antropogen mənşəlli düzənliklər ən çox yayılıb məhz Niderlandda. Yanar faydalı qazıntı bəli, Niderlandda zəngindir təbii qaz. Həmsərhəd olduğu dövlətlərlə idarə etmə formasına görə oxşar. Belçika və Almaniya ilə sərhəddir. Belçika ilə monarxiya oxşardır, həmçinin unitardır. Deməli, Belçikada həmçinin unitardır. Deməli, yox, daha doğrusu Belçika federativdir, Almaniya isə Almaniyada federativdir, Almaniya isə respublikadır. Deməli, biz tapdıq ki, bu ölkə Niderlanddır. Düzdürmü? İndi gəlin görək bizdən nə istəyir. 28-ci sualda qeyd olunur ki, mətndə verilmiş ölkəni və burada antropogen mənşəlli düzənliklərin yaradılmasının səbəbini izah edin. Qeyd etdiyimiz kimi, bu ölkə olacaq hansı ölkə? Niderland. Tam olaraq yazmıram. Bu ölkə olacaq Niderland. Və qeyd olunur ki, burada antropogen düzənliklərin yaradılmasının səbəbini izah edin. Biz bu şəkildə izah edə bilərik ki, əsasən baxın, Orta Avropada, həmçinin Niderlandda Atlantik sahilində tektonik əyilmə zonası mövcuddur. Və bu əyilmə zamanı sahil boyu ərazilər su altında qalır. Bunun qarşısını almaq üçün də dəniz qurudulur, deməli, bəndlər tikilir. Bax,
folderlər biz deyirdik bu ərazilərdə olur. Bunlar da antropogen mənşəli düzənliklər hesab edilir. Aydındır. Onun üçün biz bu şəkildə düzgün izah verməliyik. 28-ci sualım. 29-cu sualda qeyd olunur ki, mətnə əsasən cədvəli tamamlayın. Mətndə verilmiş ölkə ilə həmsərhəd ölkələr dedik. Almaniyadır və Belçikadır. İdarəetmə formaları Almaniyada olacaq respublika, Belçikada olacaq monarxiya, konstitusiyalı monarxiya. İnzibati ərazi bölgüsü Almaniyada olacaq. Deməli, federativ, Belçikada da olacaq federativ. Belçika federativ monarxiya ölkələrinin biri idi, dünyada olan 4 ölkədən biri idi. Bayaq da bunu qeyd etdik. 30-cu sualda qeyd olunur ki, mətnə əsasən ölkədə ehtiyatları çoxalan faydalı qazıntı dedik ki, olacaq təbii qaz. Təbii qaz da Şimal dənizindən çıxarır və hasilatın aparıldığı su hövzəsi ilə qeyd etdik. Bu da olacaq Şimal dənizi. Şimal dənizindən Niderland, deməli, təbii qaz ehtiyatları tədarük edir. Buradan həmçinin Böyük Britaniyada deməli, təbii qaz ehtiyatları hasil edir. Situasiya tipli tapşırıqları da bitirdik. Ümumiyyətlə 7-ci sınavın sonuna gəlib çatdıq. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti videoda 8-ci sınavın izahını sizlərlə paylaşacağam. Çox sağ olun.